gün sizə nağıl danışacağım. Nağılın adı Əlsiz qız. Deməli, biri var imiş, biri yox imiş. Bir dəyirmançı kişi var imiş. Bu kişinin bir yoldaşı, bir də bir qızı var imiş. Bunlar çox kasıb ailə imiş və bu kişi ailəsini saxlamaq üçün meşəyə gedirmiş. Bir gün də meşəyə getdiyi günlərdən birində meşədən odun gətirmək istəyirmiş. Bu arada arxada su şırıltısı eşidirsiniz, bilirəm. Pişiyimin su şəlaləsinin səsidir. Su içində biraz azalıb, ona görə çox çıxır. Üzr istəyirəm. Gedir və birdən bir ağacın arxasından bir qoca yaşlı kişi çıxır. Və bu kişi buna deyir ki, mən baxıram, sən çox əziyyət çəkirsən, ailəni saxlamaq üçün bu qədər zulmlar, əziyyətlərdən keçirsən. Mən sənin üçün hər şəraiti yarada bilərəm, mən sənin üçün hər şey eləyə bilərəm. Var, dövlət, bu gündən belə heç bir sıxıntıda yaşamayacaqsan, deyir. Və kişi çox sevinir təbii ki. Amma bu yaşlı kişi davam edir, deyir, bir şərtlə, sən o dəyirmanın arxasındakı şeyi mənə verməlisən. Kişi deyir, mənim onsuz bir çalışmayan dəyirmanım var. Bu arada kişinin dəyirmanı işləmir, yəni istifadə eləmir ondan. Onun arxasında da nə var ki, yəni bir dənə alma ağacım var da, onu da verərəm, lazım olar yeni bir alma ağacı əkərəm. Çünki indən belə artıq var dövlətim olandan sonra hər şey eləyə bilərəm deyə düşünür. Beləcə deyir, onlar əlbəttə razılaşırlar bu yaşlı kişi ilə və bu bizim baş qəhrəman kişimiz geri evə qayıdır və evə qayıdanda bunun arvadı qaça-qaça buna yaxınlaşır, gəlir, bunu görəndə deyir, ay kişi, bilirsən bu var dövlət yağır bizim evimizdən, heç bilmirəm hardan gəlir, bəlkə sən biləsən, bəlkə sənin başın çıxa, hər yerdə qırqızıl, ev dolub daşır, nə qədər var dövlətimiz var indi, deyir. Kişi də deyir ki, hə, belə bir yaşlı kişi ilə qarşılaşdım, belə oldu, dedi, dərmanın arxasındakini mənə ver, mən sənə bu qədər var dövlət verəcəm. Deyəndə qadın təmiz dəli olur, deyir ki, sən dəli olmusan, dərmanın arxasındakı bizim qızımızdır, bugün qızımız dərmanın arxasında yeri süpürürdü. O gördüyün yaşlı kişi isə şeytan idi, deyir və ər-arvad bunlar təşvişə düşürlər ki, kişi, ata öz qızını, belə deyək, bazarlıq eləyib meşədə və bu arada meşədə şeytan bu kişi deyir ki, mən gəlib 3 ildən sonra götürəcəm mənə aid olanı, yəni kişi nəyə ki söz verib buna. Bunlar varın dövlətin içində belə yaxşı yaşayıb keçirlər. 2 il keçəndən sonra artıq şeytan gəlir ki, qızı aparsın, yəni qızı aparmaq vaxtı gəlir. Və bu zaman qızı yaxşı geyindirirlər, səhv eləmirəmsə belə ağ don geyinir qız. Gözəl bunu çimizdirirlər birincisi. Yəni çox gözəl bəzəyib qoyurlar bir qapıda bir yerə ki, şeytan gəlib aparsın bunu. Şeytan belə gəlir, deyir, qızınız bu gün çox təmizdir. Mən belə təmiz bir şeylə, bir məxluqla, bir varlıqla, yəni birlikdə ola bilmərəm. Bu qızınızı bu gün apara bilmərəm. Ona görə də gələn dəfə qızınızı bu qədər təmiz eləməzsiniz. Və gedir. Gələn dəfə şeytan ikinci dəfə gələndə qızı çimizdirməmiş olurlar və sair heç bir şey eləməmiş olurlar. Amma qız şeytanla gedəcəyini bildiyi üçün təbii ki, bütün gecə ərzində o qədər ağlayıb, o qədər göz yaşını belə əlləri ilə silib ki, yenə göz yaşları bunu tərtəmiz eləyib və əlləri hər yeri çox təmizdir yenə. Və şeytan gəlir, deyir, yox, qızınız yenə təmizdir. Qızınız belə ağlamağa davam eləyəcəksə, indi yeni bir şərtim var. Sən, yəni ataya deyir, qızının qollarını kəsməlisən. Qızının qollarını kəsməsən, mən ikinizi də öldürəcəm. Yəni həm ananı, həm atanı. Və qızınızın yəni biləkdən o tərəf, yəni əllərini kəsin deyir. Şeytan gedəndən sonra qız deyir ki, yəni mən sizi itirmək istəmirəm, sizə bir şey olmasın. Doğrudan da qızın əllərini kəsirlər və qız atasının anasını həyatını xilas eləməkdən ötürü əllərindən belə deyək imtina eləyir. Şeytan bir də gəlir, 3-cü dəfə və bu dəfə də qızın əlləri olmasa belə yenə də bütün gecəni ağlamış olur və qolları ilə silmiş olur özünü. Qız yenə tərtəmiz olur və beləcə şeytan deyir, mən bu qızı apara bilmərəm, çox əsəbləşir, amma deyir, bu burada belə qalmayacaq ha, mən bunun əvəzini, yəni intiqamını bir gün alacam gələcəkdə. Və beləcə çıxıb gedir, yaddan çıxır hər şey. Atası anası deyir, nəhayət yəni qızımız bizə qaldı, biz bunun qayğısına qalaq, bütün var dövləti hər şeyi verək qızımıza. Amma elə olur ki, qız deyir, mən sizdən heç bir şey istəmirəm. Mənə daha layiq həyat çöldəki həyatdır. Yəni çünki yəni əlləri belə halda, həyatı belə halda, o var dövləti də heç bir şey qəbul etmək istəmir, heç bir şey istəmir. Və beləcə çıxıb gedir evdən, düşür yollara, əlləri yoxdur, bir şey eləyə bilməz və beləcə gəzir özü üçün bir meyvə ağacına gəlib çatır. Meyvə ağacında da yəni bu əlləri yoxdur, budaqları aşağı eləyə bilməz, bir armud ağacıdır bu arada. Və elə olur ki, ağaca yaxınlaşanda budaqların özü aşağı əyilir və bu qızın ağzına belə deyək armud düşür və qız armudun birini yeyir. Elə olur ki, sən demə, bu armud ağacı bir kralın sarayının bağındaymış. Bir gün də kral yəni səhərsi günü öz bağında gəzəndə görür ki, bir ağacından bir armud əksikdir. Tez bağbanını çağırır, deyir, yəni burada bir armud yoxdur, bəlkə bundan xəbərin ola. Bağban da deyir, hə belə mən gördüm, keçən gecə bura bir qız gəlmişdi, əlləri də yox idi, yanında da bir mələk gəlmişdi, o qız götürmüşdü. Və beləcə onda kral deyir ki, gəl onda bu məsələyi araşdıraq, bir dənə də özündən sehirbaz gətirir. Kral, sehirbaz və bağban burada yenə həmin gecə orada
nə deyirlər, gözlətləyirlər və qız yenə gəlir. Mələk də yanında olur. Hətta bir varlıq yenə yanında olur, yadımda deyil. Yəni 3-3 olurlar. Elə qız ağaca yaxınlaşanda kral oradan gəlir, bağbançı da, bağban da o sehirbaz da və sehirbaz qızdan soruşur ki, sən kimsən? O dünyadansan, yoxsa bu dünyadansan? Qız da deyir, mən yəni vaxt var idi bu dünyadan idim, amma indi bu dünyadan deyiləm. Beləcə yəni heç bir yerdən olmadığını bildirir və kral deyir ki, mən səninlə evlənəcəm. Və qızı yəni özününkümüş kimi bağrına basır. Bunlar evlənirlər və kral buna gümüşdən əllər düzəldir, metal gümüş əllər düzəldir qıza belə əlcək kimi. Bunu qız qollarına taxır. Bu arada atası da qızın əllərini gümüş bir balta ilə kəsmişdi. Bunlar evlənirlər, bir müddət bərabər yaşayırlar. Sonra indi kral dövrüdür, o vaxt kralın müharibəyə getmək zamanı gəlir və evdən bir müddət getməli olur. Qız da bu ərəfədə hamilə idi və qızı elə bil ki qızı kralın anasına, yəni qızın qaynanasının yanında qoyub gedir kral və anasına da tapşırır ki, övladım dünyaya gələn kimi mənə bildirərsən və gedir müharibə olan yerə. Bir müddətdən sonra qız həqiqətən də uşaq dünyaya gətirir, gözəl görsək bir oğlu olur və qaynanası buna bu barədə məktub yazır və oğluna göndərir, yəni oğluna krala göndərir. Yəni bunu da bir messengerlə eləyir, yəni bir nə deyirlər, ortada xəbər aparıb gətirən bir insandan göndərir bu məktubu. Bu insan da gedir, məktubu götürüb gedir və elə olur ki, indi yol yeriyir, bu qədər yol yeridi və yoruldu və yorulandan sonra bir çayın ya da gölün kənarında yatır. Bunu bilən gözünə döndüyüm şeytan da, bu qədər vaxt intiqam almağın yollarını gözləyən şeytan gəlir və bu məktubu götürür və dəyişir, deyir, sənin bir oğlun oldu, amma o yarı it, onun bədəninin yarısı itdir, yarısı insandır, deyir. Və bu məktub krala çatanda kral oxuyur, təbii təşvişə düşür, amma öz yoldaşını sevdiyinə görə, öz övladı da hər nə cürə olsa sevdiyinə görə geri məktub yazır ki, onun ikisinə də yaxşı bax, ikisini də mən sevirəm və s. Anasına belə bir məktub göndərir. Bunu yenə kişi götürüb gəlir oradan, bu aparıb gətirən məktubu götürüb gələndə yenə yolda yoxsul gəlir, yenə yatır. Şeytan gəlir bunu dəyişir, deyir ki, təmiz mətni dəyişir, deyir, ana ikisini də öldür və gözlərinin dillərini saxla, amma ikisini də öldür. Yəni mənə belə bir övlad lazım deyil, belə bir övlad dünyaya gətirən bir ana da lazım deyil, deyir. Bu yenə gəlir, anası təşvişə, şoka düşür ki, belə bir şey mümkün deyil də, oğlum mən belə bir şey yaza bilməzdi. Yəni necə belə qəddar bir oğlum ola bilər, yəni inana bilmir və geri məktub yazır ki, əminsənmi sən bundan? Yəni əmin olmaq istəyir. Və yenə oğlu da elə olur ki, yenə aralarında məktubu dəyişir bu şeytan və axırda elə olur ki, hə oğlu da bundan əmin olur. Kral və anası yenə də bu əmin olduğu, yəni oğlunun əmin olduğu mesajı oxuyanda şoka düşür və mən bunu belə bir şey eləyə bilmərəm deyir. Yəni yeni dünyaya gəlmiş uşağa və onun anasına belə bir şey eləyə bilmərəm deyir və onun yerinə başqa bir heyvanı öldürür və onun gözlərinin dilini saxlayır. Dəqiq yadımda deyil hansı heyvan. Və bu ananı və balanı da başqa bir yerə göndərir. Yəni gedin canınızı qurtarın deyir burdan. Yoxsa yəni kral çox qəzəblənib, yəni sizi ölmüş bilməsi mən də öldürə bilmərəm. Bu ana öz yeni doğulmuş övladı ilə çıxır gedir bir meşəyə. Meşəyə gedəndə xeyli yol gedəndən sonra bir meşədə yaşayan bir qadın bunları aparır öz evinə və başlayır bunlara baxmağa, bunları saxlayır. Və beləcə 7 il keçir. Qadın burada yaşayır öz övladı ilə birlikdə və vaxt keçdikcə bu 7 il ərzində qızın yəni başlayır birinci əllərə çıxmağa başlayır. Birinci olur balaca, yəni yeni doğulan uşağın əlləri kimi olur əlləri. Sonra bir qız uşağı kimi böyüyür əlləri, sonra bir qadın əllərinə çevrilir. Yəni artıq onun tam əlləri olur. Kral qayıdır müharibədən və bunların hamısını işləyəndən sonra dəli olur və başlayır axtarışa çıxmağa. Belə bir şey ola bilməz, mən öz övladımı və yoldaşımı tapmalıyam deyir və başlayır 7 il ərzində öz ailəsini axtarmağa. Bu arada indi bu həmin 7 ildir, yoxsa əlavə 7 ildir bilinmir, amma yəqin ki həmin 7 ildir. Yəni o orada 7 il keçirdiyi müddətcə qız meşədə evdə, bu da 7 il ərzində qızı axtarırmış. Gəlir bu evə çıxır meşəyə, kral meşədəki bu evə və qızdan evdə onlara baxan qadın deyir ki, hə budur sənin yoldaşın, budur sənin oğlun. Kral da deyir, bəs bu mənim yoldaşım ola bilməz. Çünki mənim yoldaşımın, arvadımın belə deyək, əlləri yox idi. Və bunun əlləri var, mənim yoldaşım ola bilməz. Və bunu deyəndə yan otaqdan gətirib o həmin o kralın öz əlləri ilə öz arvadına hazırladığı o gümüş əlləri göstərirlər və deyirlər ki, yəni həqiqətən sənin arvadın budur. Sadəcə doğrudan da əlləri böyüdü və kral ikisini də bağrına basır, çox sevinir və aparır gedir saraya. Bunların yenidən bir daha toyları olur və beləcə bir müddət ömür boyu gözəl vaxt ömür keçirirlər. İllər keçirirlər. Nağılı tamamlaya bilmədim. Bu nağıl Canavarlarla Qaçan Qadınlar kitabındandır. Clarissa Pinkola Estes yazıb bu kitabı. Bu kitabı mən ilk dəfə oxumağa başlayanda 2022-ci il idi. 2022-ci ilin yayında avqustunda başladım. Amma dedim bu mənlik bir kitab deyil. Necə bir kitabdır bilirsiniz? Bax bu kimi 16 dənə nağıl var. Və biz hələlik 12-sini oxumuşuq. Hər nağılı oxuyandan sonra bu nağılın açıqlaması gəlir içində.
Yəni mən sizə bir indindən dəyirmançıyla olan buna bir şeylər danışdım, amma dəyirman demək deyil. Nə bilim, qızın əlləri əl demək deyil. Yəni bu nağılların o qədər fərqli açıqlaması var ki, şoka düşürsən ki, bu qədər nağıldan bu qədər məna çıxartmaq olardı. Yəni müəllif bir nağılı danışır, sonra bunu açıqlayır və bizə əslində nağılın bizə nə demək istədiyini başa salır, izah eləyir. Və əslində bütöv kitab nəyə xidmət eləyir? Ona xidmət eləyir ki, qadın, yəni vəhşi qadın arketipini başa düşmək. Carl Jung'un işinin davamçısıdır əslində bu müəllif və o prizmadan, o perspektivdən qadınların öz həyatlarını reclaim eləməklərinə dəstək olur. Yəni sahiblənməklərinə, mənim həyatımdır, mənə aiddir və onu necə keçirməyim də mənə aiddir kimi bir prosesdə qadınlara bir işıq tutan bir kitabdır bu və yer üzündə yəni çox qadının da müqəddəs kitabı kimi sayılır. Yəni biraz spiritual insansansa, yəni ruhani və biraz psixologiyaya maraqlanırsansa, bu kitab yəni dillər əzbəridir, amma tək oxumağa çox çətin bir kitabdır. Bunu mən ona görə biz deyirəm ki, biz 12 nağılını oxumuşuq artıq və bu bizə əslində yanvardan başladıq bu il. Çünki mən 2012-də oxumağa başlayanda həddindən artıq çətin idi oxumaq. Başını buraxdım 2 ya da 2 nağıldan sonra başını buraxdım. Sonra bu ilin yanvarında bir kitab klubu qurdum. Stockholmda deyərdim ən böyük qadınlar kitab klubudur. Arada bir Instagramdan eşitmiş olarsınız, görmüş olarsınız, paylaşıram. Hər həftədən bir, yəni hər növbəti həftə görüşüb bir nağılı müzakirə edirik. Bu nağılı birinci danışırıq, hissə-hissə, bir 10-15 qız yığılır yəqin ki. Hissə-hissə danışandan sonra da başlayırıq kim bunu necə başa düşdü. Təbii ki, müəllif necə izah elədi onu deməyə və bizdə nələri çağrışdırdı, yəni nələr üzərinə düşündürdü bizi, o barədə də düşünürük, fikrimizi bildiririk, müzakirə edirik. Çox safe space-dir. Yəni bir məcburiyyət yoxdur. Danışan danışır, danışmayan sadəcə qulaq asır. Bu kitabı hər kəsə tövsiyə edirəm. Amma indi gələk bunun açıqlamasına. Burada birincisi nağıl onunla başlayır ki, ata başa düşmədiyi, yəni dəyirmanın arxasında nə var? Bunu başa düşmədiyi halda tanımadığı bir insanla belə bir razılaşmaya gəlir. Nə üçün? Asan sərvət üçün, asan var dövlət üçün. Və əslində onu başa düşmür ki, var dövlət asan əldə oluna bilərsə, bunu deməli qarşılığında ödəyəcəyin bir şey də olacaq bunun. Və burada bu arada bu nağıllarda normalda bu fiqurlar, yəni atadır, şeytandır, nə bilim, kraldır, qızın anasıdır, qızın qaynanasıdır, qızı meşədə xilas edən anadır, şeytan, bağbandır, sehirbazdır və s. Bunların hamısı da əslində, yəni normalda bütün nağıllarında da keçərlidir bu. Bizim özümüzün daxilimizdə psyche deyir buna, psixemizdə, nə bilim necə deyilir ona, olan psychemizin hissələridir əslində. Yəni ayrıca bir kişi deyil, o da mənəm. İndi deməli bu qanmaz ata mənim hansı tərəfimdir? Yəni bu dediyimiz kimi bu insanların nağıldakı bütün insanlar hamısı mənim o əlsiz qızın hissələridir, bir tərəfləridir. Bu indi başa düşməyən və belə bir pis bazarlıq edən ata mənim hansı tərəfimdir? Mənim asana qaçan tərəfimdir. Mənim daha belə saf tərəfimdir. Daha belə dünyayı, başqalarını sorğu-sual eləməyən tərəfimdir. Hər kəsə inanan tərəfimdir. Düzdürmü? Yəni deməli nağıl belə başlayır ki, yəni biz atamızın, anamızın isti evində yaşayırıq. Hər kəsə inanan tərəfimiz var. Safıq. Asan yollarla var dövlət əldə eləməyə, var dövlət olmasa da olar. Yəni həyatda hər şeyə asan çatmaq istəyirik. Bir zəhmət vermədən və əslində başa düşmürük ki, biz taviz verdikcə, yəni biz özümüzdən daha doğrusu biz asan qəbul elədikcə özümüzdən dənələri isə qurban veririk. Burada məsələ nəyə qurban verdi? Qız özünü qurban verdi. Məsələn, aldandı. İndi siz bunu istənilən bir hadisəyə uyğunlaşdıra bilərsiniz bunu. Həyatda yəni bir şeyi araşdırmadan, bir şeyi əsas da qadın olaraq kimlərə aldandınız? Kimlər sizi aldatdı? Məsələn, iş yerində, münasibətdə, dostluqlarda, tək ki olsa kasant olsun, nə bilim belə elə, amma nədən qurban verəsi oldunuz və s. Qız və qızın ailəsində nə baş verir? Əslində dəyirmanlarını özləri işlədə bilərlər, düzdür. Bir zəhmət çəkə bilərlər, amma əslində qızlarından olmazlar. Ya da ki, qız əllərindən olmaz. Yəni özündən olmazsan. Biraz əziyyət çəkərəm. Kimsə mənə pulsuz yemək gətirməz. Heç olmaz. Özüm əziyyət çəkərəm, bir qazanaram. Bəhrəsini özüm görərəm, öz əziyyətimin. Dəyirmanları var, işlətmirlər. Alma ağacları var, yəni bərəkət ocaqları var. Kitabda da elə izah olunur. Alma ağacını belə verməyə hazır. Yəni sən mənim bərəkətimi apar, amma mənə asan var dövlət ver deyir.
Və beləcə, yəni qız hər şeyindən olandan sonra mən çox detallı izah eləmirəm bu arada. Bu kitabı oxuyarsınız. Orada 3 ilin 3 ilə gələcəm deyir bu şeytan. 3 ilin öz mənası var. Nə bilim, orada geyindiyi ağ gəlinliyin öz mənası var və s. Mən əsas hissələrdən danışmaq istəyirəm. Hər şeyin öz mənası var. Bu arada mütləq oxumalısınız bu kitabı. Və beləcə bu qız yəni başa düşür ki, belə davam eləmək olmaz. Yəni bir dəfə səhv olunub, yəni bir dəfə nələrsə asan qəbul eləyiblər. Amma artıq belə davam eləmək olmaz və qız çıxır arayışa. Və burada belə bir şey deyir ki, əslində arayış hardasa başqa yerdə olmur. Öz içində, öz daxili, öz qaranlığında olur. Ona görə də qız qaranlıq bir yerə gedir, qaranlıq meşəyə gedir. Düzdür? Orada yəni meşə bizim daxili qaranlığımızı bildirir, bizim iç dünyamızı bildirir. Qız öz iç dünyasına belə çarəsiz kəsilmiş, biçilmiş halda bir yola çıxır. Və necə olursa, yəni əslində buna armud özü düşür, yanında bir qoruyucu mələyi var və s. Bu onu göstərir ki, əslində kainat bizə bir yol göstərəcək, bir işıq göstərəcək bizə. Biz daxilimizə dönüb axtarış eləyərsək, kainat qəddar deyil. Kainat əslində mərhəmətlidir və o bizə kömək əli uzadacaq, bizə bir yol göstərəcək, bizə bir işıq tutacaq. Buna görə də yəni bu mələk məsələsi olur, nə bilim armud məsələsi olur və s. Sonra qız əslində həyatının eşqi ilə də tanış olur və orada evlənirlər. Və orada bir hissə var, müəllif belə deyir ki, kral qızla deyir, yaşadığı həyata, əllərinin olmamasına baxmayaraq deyil, məhz buna görə onunla evləndi. Yəni əllərinin olmamasına görə, bu qədər tək-tənha, evsiz, eşiksiz qaldığına görə evləndi. Nəyə görə? Bu hissəsi çox gözəldir. Çünki onun özü də bir müdrik kral olub və bilir ki, kral bu qadın bir ayılma yaşamaq ərəfəsindədir. İç dünyasında araşdırmağa gedib. Bu iç dünyasında araşdırma eləyir ki, o yola çıxıb ki, bunun əlləri yoxdur və bu ailəsizdir və bu bir səyahətdədir, bir yoldadır. Yəni bu həyatda bir şey eləyir ki, indi görünüşdə bu vəziyyətdədir. Əslində yəni bu biraz ayılmağa doğru gedən bir vəhşi qadındır. Və kral da nə istədiyini bildiyi üçün və bilir ki, ona da belə insan lazımdır. Yəni hələ də o şeytana aldanan və asan var dövlətin içində yaşayan qadın yox. Belə bir qadın lazımdır. Ona qadın görən kimi deyir ki, bu mənim qadınımdır. Və qadın bağrına basır və evlənirlər. Qollarının, əllərinin olmamasına görə yox, baxmayaraq ki, əlləri yoxdur ona görə yox, sırf elə ona görə onunla evlənir. Əlləri yoxdur deyə. Bir yaşamışlığı var deyə, bir yol keçib, bir yol qət eləyib deyə. Və bizə deyir ki, kral da bizim bir tərəfimizdir, bir sakimizin bir hissəsidir. Bu hansı tərəf ola bilər? Bu da bizim artıq özünü toparlayan, özünə yardım olan bir hissəsi ola bilər. Amma mən bunu qızın bir tərəfi olaraq yox, əslində elə əri kimi, elə kral kimi görmək istəyirəm mən kralı. Və nə olur bundan sonra? Bunlar bir müddət yaxşı yaşamağa başlayırlar. Hər şey sakitləşir. Amma indi iş orasındadır ki, qız yenə bir sınaqdan keçməlidir. Kral bunu qoymalıdır, getməlidir və qızın başına bunlar gəlməlidir. O məktub dəyişmək məsələsi, nə bilim nə. Çünki deyir müəllif, biz bir yol qət eləyəndən sonra bir qayğısız həyata çatandan sonra, bir rahatçılığa çatandan sonra, yəni artıq qız evləndi. Artıq rahat ola bilər də, gümüşdən əlləri var, sarayda yaşayır, kralla evlənib, nə bilim indi hamilədir. Yəni bir övlad dünyaya gələcək, bunu sevən bir qaynanası var və s. Əslində ayağının üstə qoyub rahat yaşaya bilər indən belə. Amma iş orasındadır ki, biz belə rahatlıq moduna keçəndə həyat bizi sirkələyir, deyir bir oyan. Bu qədər sən yatsan, yenə başqa bir şeytan gəlib səni yoldan çıxardacaq və səni yəni bu yaşadığın həyatdan qopara bilər. Yenə səndə nələrsə əksildə bilər və s. Yəni biz bayaq başdan gördüyümüz kimi. Elə də olur. Kral qadının ən zəif anını gözləyir. Kralın olmadığı, yəni onu qoruyan bir hissənin və yaxud da əsas da yəni vacib deyil ki, kral gedib deyə o şeytan bunu sınayır. Dediyim kimi, kral orada olsa belə sınana bilərdi qız. Çünki belədir. Tam çatana qədər o bizim bir qadın olaraq, bir insan olaraq inkişafın son mərhələlərinə biz dünyaya gəlmişik ki, mən buna inanıram şəxsən. Daima təkamül eləyək, dəyişək, böyüyək ruhən və həmin o uca bir mərhələyə çataq. Ona çatana qədər biz də sınaqlardan keçəcəyik. Bu çox
qaçılmaz bir şeydir. Buna görə də daha bir sınaq gəlir. Yəni qız ən belə arxayınlamış vaxtında daha bir sınaq olur. Bu məktublaşma hissəsi yenə şeytan qızın ruhuna girir. Yəni yenə şeytan bunu zəif məqamında tutmaq istəyir. Amma bu dəfə biraz dolayı yolla gəlir qıza və beləcə qız getməli olur. Hara gedir? Yenə meşəyə gedir. Bu dəfə yeni bir həyatla, öz övladıyla. Yəni daha belə güclü versiyası ilə o evdən çıxmış saf şeytana aldanan qız deyil bu. Bu daha çox yəni daha belə sağlam addımlar atır. Yəni mən övladımı qoruyacağam. Mən belə. Bu arada bu kitabı oxuyandan sonra düzdür o izahı oxuyur insan, amma yenə də insan öz həyatına da uyğunlaşdırır bunu və yenə də biraz da özünün başa düşdüyü kimi başa düşür, izah eləyir, danışır, ötürür. Ona görə də yəni mənim fikrimcə bu dəfə yəni qız daha belə güclü şəkildə evdən çıxır. Və gedir. Bu dəfə çünki məsuliyyəti var. Bu dəfə öz övladını qorumalı. Yeni həyat var burada. Və beləcə gedirlər. Nə olur yenə həyat yenə mükafatlandırır. Sən yola çıxdın, sən cəsarətli oldun bu dəfə. İstəmədin yenə həmin həyatı yaşayasan, daha belə ayılmaq, daha inkişaf eləmək, daha yüksək səviyyələrə adlamaq istədin. Buna görə mən həyat olaraq səni mükafatlandıracağam. Bu da səni xilas edib, yəni sənə qayğı göstərə biləcək qadın. Və bu da evi. Yəni gedir qız artıq yenə bu daxili dünyasına yola çıxanda, o qaranlıq dünyasına yenə meşəyə gedəndə beləcə bir qadın bunu evinə aparır və ona baxmağa başlayır. Və artıq əllərinin bitməsindən, yenidən təzədən bunun əlləri böyüyür, əlləri çıxır. Öz əlləri bilmək olar ki, artıq qadın tamamlaşır, tamamlanır. Beləcə meşədə ikinci dəfə belə bir uzun 7 il bu dəfə çəkir. Qadın həqiqətən də bir tam insan olaraq, qadın olaraq formalaşır. Daha müdrik, daha ağıllı, daha təcrübəli, heç bir şeytana aldanmayacaq qədər güclü və təcrübəli olur. Və bu ikinci sınaqdan da yaxşı keçəndən sonra kral bunu yenə evə aparır və yenə xoşbəxt həyat yaşayırlar. Təbii ki, təxmin eləmək olar ki, yenə də hansısa sınaqlardan keçəcək, amma artıq bu insanın öz fantaziyasına qalıb, bilmək olmaz. Mənim fikrimcə həyatın hər anı, hər yaxşı gün yaşayanda da, pis gün yaşayanda da, nə cür yaşayırsan yaşa, hər gün nə cürsə dəyişirsən. Biraz hüceyrə baxımından, biraz hüceyrələr dəyişdikcə ruhən dəyişirsən və s. insan hər daima dəyişməyə davam edir. Bizim müzakirələr zamanı məsələn belə bir müzakirəmiz də oldu ki, kitabda da hətta yazılmışdı. Yəni qızlarla da müzakirə elədik. Sən həyatında bu böyümə, yəni qaranlıq dünyana çəkilib araşdırma hissəsi ilə normal gündəlik həyatı necə balanslaşdırırsan? Mən belə bir cavab verdim ki, mənim qaranlıq dünyamdakı, o meşədəki yolculuğum, böyümə müddətim həmişə o mainstream olaraq aşağıda davam eləyir. Və mən üstündə gündəlik həyatımı yaşayıram. Və buna mən qaranlıq dünyama fikir versəm də, verməsəm də, yəni o davam eləyir. Amma həmişə. Amma iş orasındadır ki, bəzən doğrudan da yəni çırpır yerə insan həyatı deyir, biraz daha fokusdan, biraz daha ciddi yanaş bu ruh aləmində, nə bilim psixologiyanda, daxili dünyanda gəzməyə, araşdırmağa, nələrsə analiz eləməyə deyə. Bax o zaman daha ciddi yanaşıram təbii ki. O zaman daha çox kitab oxuyuram, o zaman daha çox düşünürəm, bəlkə də yazmağa başlayıram. Daxili dünyada səyahət eləmək, o daxili dünyamızdakı o meşəyə, qaranlığa, bilinməzliyə, təbii ki, qorxudur insanı, amma ona cəsarət eləyib girmək lazımdır və bu da bizim bu əlsiz qızımız kimi rahat öyrəşdiyimiz mühiti buraxıb getməklə olur. Buna görə daha belə praktikləşdirərsək bu nağılı, mən deyərdim ki, gənc insanlar, əsasla qızlar ata-ana evindən sonra özlərinin qurduğu həyata qədər bu ikisi arasında bir tək yaşama, bir tək həyatla belə deyək, mübarizə aparma yollarından, ərəfələrindən keçməlidirlər. Çox vacibdir. Yəni ananın isti qucağını buraxmaq sənin öz qaranlıq meşənə səyahət eləməkdə, özünü böyütməkdə, özünü kəşf eləməkdə, özünü ruhani baxımından, spiritual baxımından daha yüksək səviyyələrə gətirməkdə kömək eləyəcək. Buna da cəsarət lazımdır. Yəni kim öyrəşdiyi yerdən getmək istəyir, kim isti ocağından çıxmaq istəyir. Amma yolculuq, təcrübə eləmək, cəsarət göstərmək vacibdir. Mən bu nağılı, bu kitabı ümumiyyətlə çox sevirəm. Bilmirəm, elə mənə gəlir ki, bu dəqiqə nəsə belə vacib məqamları yadımdan çıxartdım və demədim. Düşündüm. Deməli, indi başqa nağılları bu kitabı oxumamısınızsa, başqa yerində başqa nağılları dinləməmisinizsə, mən də danışmadığıma görə bilməzsiniz ki, bu nağıl başqa buradakı içindəki nağıllara bəzi məqamlarda da çox oxşuyur. Amma indi o bənzəmələri deməyəcəm. Məsələn, göy saqqallı
göy saqqallı. Nağılın adı belədir. Ya da göy saqqal, mavi saqqal, mavi saqqallı. Məsələn, mavi saqqal nağılına da oxşuyur, Vasalisa nağılına da oxşuyur biraz. Skeleton nağılına da oxşuyur. Skeleton Woman, iskelet qadın, bilmirəm Azərbaycan dilində. İskelet qadın nağılına da çox oxşuyur. Bu nağılların hamısı bu kitabın içindədir. Və əsas bu nağılda mənim ürəyimcə olan, içimə yatan o qırıq, parçalanmış halda olan qadına baxıb kralın sən mənimsən və sanki həmişə səni gözləmişəm kimi hiss edirəm deməsi və qadınla evlənməsi bu çox gözəldir. Ümid edirəm qarşımıza bizim nəyə görə tökülüb bitməyimizin faydalı olduğunu, əslində bir yaşanmışlığımızın olduğunu bilən və başa düşən insanlar çıxar. Ümid edirəm yaxında görüşərik.